Yəhya ibn Muaz rahiməhullah belə bir söz deyir. Deyir ki, məfəvizud dünya tuqta'u bil aqdam. Mənə diqqət edin bu sözə. Dünya nailiyyətləri, qazancı qədəmlərlə əldə edilir. Ayaqla, getməklə, yürüşlə. Bu necə başa düşürsünüz? Kim bu necə başa düşür bu sözü? Bir də deyirəm, dünyada olan nailiyyətlər, uğurlar, əhsən. Dünyada nə varsa, uğurlar, onlar deyir, ayaqla qazanılır. Yəni, kim birinci? Getdi. Qədəm, yəni. Məsələn, biri sənə deyir ki, falan yerə sabah 8-də şirkətdir. Məsələn, müdür deyir ki, kim birinci gəldisə, o qazanacaq. O daxil olacaq. Sən nə edirsən? Hamıdan tez gedirsən. Ayaq bu qəsd edilir. Doğrudan da bütün bu dünyada nə varsa qazanılan şeylər hamısını birinci ayaqla əldə edilir. Kim tez getdi, surətli getdi, ayaqla yeyib çatırsan. Və məfəvizul əxirə, axirət uğurları isə, axirət uğurları nə deməkdir? Allahın yanında olanlar. Nə saxlayıb Allah yanında möminlər üçün? Cənnət, mükafatlar, savab. Ümumiyyətlə, axirət deyir, tuqta'u bil qulub. Qəlb əməlləri ilə çatırsan, deyir ora. Deməli, bizim üzərimizə düşən nədir? Qəlbimizlə daha çox maraqlanaq, ehtimam görsədək qəlb əməllərinə.